Herkesin sabahı xeyirli və uğurlu olsun. Ümidvaram ki, bütün günləriniz həftə boyunca çox gözəl keçsin. Və biz yeni vlog başlayırıq. Mən mətbəxdəyəm. Aylin üçün kaşa hazır edirəm. Burada çörələr qalıb. Heyfim gəlirdi. Matım onlar da marazinlikə qalsın. Lazım olanda istifadə edeyim. Çünki artıq xarab olur. Heç kim yemir. Və burada xurma çıxartdım. Ay can. Hurma çıxartdım. Sizinlə gözəl bir resept paylaşacağım. Və Aylin'in kindamil kaşası. Başka, necəsən? Aylin bacı. Aylin bacı acıda yuxudan oyanıb. Gedim gidizdireyim. Qaydıram. Aylin'ə quşları qoşmuşam. Nə bilim, heyvanları. Ki baxsın, mən də onu tez gidizdirim. Xoşuma gəlmir. Acımıştın sen. Gel sen gidizdirim. Иди стульчик принеси свой. Иди стульчик принеси. Давай, akıllı balım, давай. Стульчик неси. Aha. Qarna səhər qızlar 10 damcı dəmir verirəm. 30 dəqiqə sonra yemək verirəm. Bu da sprey formasındadır. Vitamin D 600'lükdür. Və həkim dedi ki, bizə 2 dəfə püskürtüm hələ ki. Amma siz həkiminizlə məsləhətləşin daha öncə və analiz verməyiniz tövsiyə olunur ki, bilinsin, uşaqda azlıq var, ümumiyyətcə yoxdur, var. Bu analizləri mütləq verməlisiniz. Krayrot. Оп. Еще открой ротик. Молодец. Bacımız hazırdır. Böyle bir don giyindirmişəm ona evdə. Çorablarla. Bir də saçını belə yığdım. Həli qızlar, burada mən sizin üçün bir dənə faydalı resept göstərəcəm, bölüşəcəm. Həm özünüz diyetada yeyə biləcəyiniz, həm şəkərsiz dadlı konfetler hazır edəcəyik. Bunu mən Instagramda bir xanımda gördüm və ilhamlandım ki, mən bunu hazır edim özümdə. Sizlərlə də bölüşüm. Həm uşaqlar da vermək olar. Başqa konfetlərin yerini daha da yaxşı tutacaq. Bizə lazım olacaq. Deməli, qoz ləpəsi ilə balqabaq tumu. Mən bunları artıq çoxdan da üydülmüşəm. Ailənin kaşalarına istifadə edirdim. Küncüt, sonra kətan toxumu, çiğ. Yoxdursa fərqi yoxdur. Siz həm kakos tozu olsun sizdə əsas və hansısa qoz ləpəsi. Bunlar məndə vardı ya, mən istəyirəm bunların hamısını istifadə edeyim, yenisini alım. Yulaf əzməsi, xurma, məndə bu xurmadandır. Bir də qara kişmiş. Kişmişi mütləq yumalıyıq, xurmanı da mütləq yumalıyıq. Sonra 15 dəqiqə qaynadılmış su vururuq bura və gözləyirik. Sonra bunun isə xurmanın tumunu təmizləməliyik mütləq. Sonra isə göstərəcəm nə edəcəyik. Bunlar isə bunu istifadə edə bilərsiniz. İçinə həm şar hazır olanda belə balaca şariklər olacaq. Onları burada belə atmaq olar ki, üstünü bağlasın. Deməli belə, bunu da içinə dolduracağım, yulaf əzməsini. Evdə kakaonuz varsa, həm kakaolu da eləyə bilərsiniz, çayla, kofeyle. İnanın mənə çox ləzzətli olacaq. Ümidvaram ki, bu çox ləzzətli alınacaq. Çünki bunları mən satışını görmüşəm, çox baha satırlar. Nə var, yəni özləri düzəldirlər deyə, həm də ki, fındıq, qoz falan belə şeylər bahadır deyə, ona görə qiyməti belə bahadır. Heç nə, gəlin bunları 15 dəqiqəyə qaynar su ilə tökəyi üzərini saxlayaq. Görək, yumuşalacaq. Qarını təmizləməliyəm mütləq. Bilmirəm, bunu da təmizləyim ya yox. Təmizləndir əslində bu. Alisa, привет. Люблю здороваться с вами. Привет. Алиса, громкость на 100. Алиса, поставь таймер на 15 минут. Поставила таймер на 15 минут. Если вы запутались в календаре, спросите меня, какое сегодня число. Не хочу, спасибо, выключись. Все, bu da mənim təzə köməkçiyim. Çoxdan var bizdə əslində. Sadəcə qoydum mətbəxə ki, timer kimi olsun, həm rahatdır deyirsən qoyur. Və 15 dəqiqəyə gedirlər bunlar qaynar suyun altında durmağa. Mən keçid elədim eyvana qızlar. Burada deməli blenderımın içinə qoydum kişmişi. Çox dadlı görsənir və suda qaldıqdan sonra biraz şişib və çirkləri gedib. Üstü olan palçıqdır, nədir, в общем, nəysə. Xurmaya baxın, görün necə ləzzətli soyulur. Belə soyuram onu qəşən-qəşən. Açılır artıq. Görürsüz, rahat soyuldu.
rahat soyulur. Hamısını soyuram və onun içində olan tumunu da çıxardırıq. Qalan bizə xurma qalır belə təmiz. Və salam. Gəlin bunları mən təmizləyim hamısını. Sizi yormayayım. Bir-bir burada oturup bir-bir təmizləməyim, video çəkməyim. Və salam. Görün. Xurmamızı təmizlədim. Xanımlar, sizə bir not verim. Vacib məlumat. Xurmanı soyanda suyunu atmayın. Suyu qalsın, onda təmiz açılır. Çünki mən bayaq suyunu tökdüm, suyunu süzdüm bayaq. Başladım onu açmağa, başladı yapışmağa soyandan sonra. Ona görə suyunu çəkməyin. Elə suyun içindən çıxardıb soyun, belə daha rahatdır. Sizlər üçün də rahat olsun deyə. Все, blendera attım. 2 çörək qaşığı mən indi yulaf vuracağım bura. Və biraz bəlkə chia toxumu və bunlardan kətan toxumu. Elin sağ olsun, işlərimə narahatçılıq yaradır. Deməli, belə bir xəmir kimi alınıb, yapışqandı, narahat olmayın. Bunu su ilə əllərinizi biraz isladın şarik eləmək üçün. Burada balqabaq tumudu üyüdülmüş qoz qəbəsi ilə küncüt, kakos tozu, chia toxumu və kakao. Şarikləri hazır etdikdən sonra bir uşaqla nəsə eləmək bir çətin işdir də. Amma mən o qədər bu işləri sevirəm ki, buna da hazıram, yəni eləsin. Sonradan uşaqlar böyüyəndən sonra o qədər də bizə ehtiyacları qalmayacaq. Ona görə tezə hazır edeyim. İstəyirəm ki, ailəyə də verin bunlardan, datsın, görüm xoşuna gələcək ya yox. Neysə, bundan qorxmayın qızlar. Bu yapışqandı, çox yapışqandı. Amma əllərinizi isladın, bir də pirçatka taxın. Əlcək. Məndə əlcək yoxdur. Mən belə əllərimlə eləyəcəm. Görüm neçə ədəd şariklər alınacaq. Bir ədəd kündə elədim, belə konfetkalar. Birini artıq vurdum bura. Bunun içində qarışdırdım, qoydum belə bir qaba. Bunlar sonra soyuducuya gedəcək. 2 saatlıq ki, bərkisin. Və burada kakosdur. Bunları belə elə eləyirsiniz qızlar. Baxın. Belə aydın göstərim. Kakosun içindən. Kakaosu daha şirin alınacaq. Onu nəzərə alın. Bura yerləşdirdim. Və qalanları da belə deyim, cürbəcür. Bunlar alındı. Görürsünüz, chialı, kakaolu, kakoslu, qozlu, fındıqlı, küncütlü. Bunlarda da var. Bunları göndərim 2 saat soyuducuya qalsın. Gördüm, konfet çıxdı. Baxın, necə ləzzəti görsənir. Qoxuları da möhtəşəmdir. Əgər sizdə blender yoxdursa, onu əllə də eləyə bilərsiniz, doğraya bilərsiniz. Məsəl üçün fındığı, qozu, ləpəni falan və xurmanı. Və belə daha biraz necə deyim sizə, bu üsul blenderla olan daha rahatdır. O birisi isə biraz vaxt çəkir. Ona görə blenderiniz varsa, blenderla rahat edə bilərsiniz. Mən də gedim gözəl kofe eləyim və içim. Çıxdıq biz evdən, gedirik peyvənd vurdurmağa, Qızılçam. Trəndə keçən yağış yağıb, amma heç nə qalmıyor. Belə. Alo. Gedək peyvəndini vurduraq, görək nə olur. Bugün həkimimizin günü deyildi, nəsə yadımdan çıxdı. Qayıtdıq evə, peyvənd olmadı. Sabah gedəcək. Gəldik parka, kimsə uyuyur parkda. Ay, bunun yakolçukasına baxın. Eve gəlmişdik. İndi çıxırıq yenə çölə, gedək yaşıl bazara. Orada görək nə alırıq. İcəm Aylin. Mənim də lələsini götürüb. Ailenin en sevdiği yer. Biz geldik, çattık. İşte ortam girişte.
Yaşıl bazara. Gerçekten paklamız da var. Çiğler. Burada böyle genişti. İstediğiniz meyve tərəvəz var. O rozmarin. Çıktı. Burada siparişə tapdıq. 3 manata da bir dənə götürdük. Çaylar var burada. Maraqlı. Egzotik meyvələr. Biz də bir dənə siparişə aldıq. Klubnikalar, ne bileyim, ne istiyorsunuz var burada. Bir qiymətlər soruşma axotum yoxdur. Qiymətlər də yazılmayıb, gərək belə soruşmaq lazımdır. Maraqlı çaylar var burada. Bal. Geldik balık götürmeye. Farel götürürük. 24 mu? 24 manat. Kilogram? 2 kilo. 2 kilo. Burada balıklar var. Bu tarafta da. Ne markette? Bazardan çıxdıq. Belə baxanda orada bahaçılıqdır. Klubnika, nə bilim, 7 manat kilosu. Elə ondan sonra evin yanından alsaq yaxşıdır. Sonra nə var idi? Hələ hamısında qiymətini bir-bir öyrənəndən sonra bahaçılıqdır. Yenə o siparişə götürdüm. Bir də balıq. Balığın dalınca əslində gəlmişdik. Və belə. İndi biz gedirik asta-asta ev tərəfə. Az evə girdik yol üstü. Bir-iki dənə şey götürdük. Evə gəlin paylaşacağım. Yoldaşımın məzuniyyətində biz ancaq gəzmişik, evdə oturmamışıq. Yorulub mənim əlimdən. Çantada bəzi şeylər var. Bu da kalaska qaldırıb düşürməkdəndir. Çünki bizim gözəl Azərbaycanımızda, Bakıda normal bir keçid kalaskalar üçün eləməyiblər. Belə. İndi gelirik Araz marketə, bir-iki dənə şey alaq, gələk evə. İt kimi yorulmuşam. Deməli qızlar, evə gəldim. Gəlin göstərim nə aldım. Orada Aylin dağıdır. Biraz ev bardaqdır. Dedim balkonda belə göstərim nə aldıq. Deməli Azzadan nə qədər həcdədir? 9.50 manat. 9 manat 50 qəpik. Və burada makaronlar aldıq. Belə. Görürsünüz, burada qiymətləri də var. İtalyan məhsuldur. 2 manat 20 qəpik. Marketlərdə daha baha satırlar belə makaronları. Bu deyəsən hamısını çıxartdım, rahat olsun. Belə piçini götürdüm dadmaq üçün. Belə makaron götürdük 2.20. Və belə. Deyəsən bu ispanaqlı olmalıdır, səhv eləmirəmsə. Şpinat, hə. Belə yaşıl rəngdədir. Marketlərdə bu 8 manata mən görmüşəm. Fettuccine pastasıdır. Yadınızda almışdım mən. Neçə manatıdır? 5 manat yoxsa neçə? 5-8 arası. Bunlar isə Araz marketdəndir. Belə chips götürdük axşam seriala baxmaq üçün. Yoldaşım çay götürüb. Earl Grey, qara çay. Sonra endirimdə idi 4 manat 49 qəpikdir, yoxsa nə qədər. Hipoallergiyana Aylin üçün kondisionerdir bu. Və onun paroşokunu götürdüm. Həm əl üçün də gedir, həm avtomatdır belə. Bunu əvvəl mən uşaqsınyan götürürdüm. Bu da 2 manat 99'dur yoxsa belə. Sonra ağ kələm götürdüm Aylin üçün. Və belə bir indirimdə yağ gördüm Zanosi. Dedim bunu əridim. Pasterize edilmişdi. ChatGPT'den soruşdum, dedi pasterize edilmiş götür. Belə görürsünüz, rahatdır. İçində 4 ədəddir, 250. 1 kilo olmalıdır, səhv eləmirəmsə. Xanım dedi ki, bunu tez-tez alırlar. Dedi, bir dənəsini də götürün. Dedim, dadına baxım, sonra götürərəm, əgər bəyənsəm. Biz də elə Aylin üçün belə qulaq üçün çöp götürmüşəm. Təmizləmək üçün, sırf uşaqlar üçündür bunlar. Bunlar daha rahatdır. Həmin o firmadır, Umka. Bunu birinci dəfədir görəm Araz marketdə. Yəqin təzədir. Və burada yaşıl tərəvəz göyərtilərdir.
5 ədəd göyərtidir, iceberg kələmidir, sonra kağıdır, üyüdülmüş deyil, kardamon götürdüm, dənəvər, çay üçün. Və burada biberlərdir, dolmalıq, görəyən Arazın kartı, indirimli. Sonra qızlar balıq aldıq, Aylin üçün, özümüz üçün. Çoxdan da ürəyim balıq istirdi, farel. 1 kilo yarımdır, 2 kiloya yaxındır burada. 20 neçəsə manat verdi, 24 yoxsa 23. Bir də dolma, yarpaq dolması üçün yarpaqlar. Bunu da meyvə tərəvəzdən götürdük. Burada da ətlərdir, bir də toyuqlar. Yarım kilo qanat götürdüm və yarım kilo, nədir onun adı, bud. Aylin sağ olsun, əti burada əlləşdirdi, deşdirdi onu. Video kəsildi, yerdə oldu. Belə ət götürdüm. Bu da yağlıdır. Görürsünüz, bilmirəm nə edəcəm bunlardan. Nəsə eləsəm paylaşaram sizinlə. Gedim evləri yığışdırım, yorğunam. Burada iş görürəm, salat eləyirəm, balıq yiyəcək bugün. Sparja ilə onu da çıxartmışam. Kıstati bunu 3 manata aldım qızlar. Kim istəsə əgər 5 manatı da vardı, 7 manatı da vardı. Çox sağ olsun, yoldaşım qırdı bunu. Heç nə. Bunu da indi balıqla qoyacağam duxovkaya. Qəşən marinad olunacaq orada balıqla. Bir də dünən elədiyim rulet. Belə gözəl görsənir. Dondurma kimidir. İndi çay içəcəm və işlərimizə davam. Balığı çıxartdım. Aylin kıstati dizdirmişəm. Yaşıl borş eləmişdim. Yadınızdadırsa. Onu blenderdan keçirdim, verdim, yedi. Burada istəyirəm bu başdan və quyruğundan uxa hazır edeyim. Balıq şorbası, belə deyim. Bunu indi pişirəcəm. Biri mənə, biri yoldaşıma, biri də Aylinə. Bunu da atacağım buzluğa yəqin ki. Pors qoyacağım. Geçsin buzluqda qalsın. Burada da salatik hazır edirəm. Kartoşkam artıq hazırdır. İndi sizə göstərəcəm. Bunu deməli yudum. Attım belə kağızın üstünə ki qalan suyu çıxsın. Və burada belə lodoçkalar elədim. Bunlara yerləşdirəcək balığı və gedəcək duxovkaya. Balıqlarım da hazırdır. Belə lodoçkalara qoydum onları. Kartoşkam da hazırdır. Salatikim da. İndi gedəcək bişməyə. Həmin o bulyon bişirirəm. Toyuq neydi? Balıq başından və quyruğundan. Bir də dəfnə yarpağını atacağım. Mən də soğan atıram. Penkasını da təmizləyirəm buradan köpüyünü. Deməli qızlar, bulyonu belə çəkdim. Tərtəmiz oldu. Balıqları da çıxartdım. İndi bunun ətini təmizləyəcəm. Çünki Aylinə verəcəm bu şorbadan. İstəmirəm ora ümumiyyətcə şey düşsün. Nədir onun adı? Sümük. İstəmirəm ki sümük düşsün. Ona görə təmizləyəcəm əllərimlə. Qalanı da tublayacağım. Belə. Belə qəşən supçuk hazır olacaq sabaha. Şorba. İlk dəfədir Aylinə verəcəm. Şorba, yəni balıqdan. Amma belə bu balığı yeyib bəyənib fareli. Yeməyimiz hazırdır. Burada salatikdir, kartoşkadır. Belə salatikdir, yaşıl. Burada xiyardır, yaşıl biberdir, soğandır, kağı, şüyüd. Sonra nədir? Iceberg və kağı dedim onlar deyəsən. Və salam. Biraz da limon suyundan vurdum. Balıqla çox qəşəng gedir bu salat. Və duzladım. Limon suyu da vurdum. Biraz da duzladım. Və zeytun yağından istifadə elədim. Bu sparjanı da atmışam yarısını balığın yanına, yarısını bilmirəm, sabah nəsə bişirərəm bəlkə. Balığımız da hazırdır. Bu da deyəsən hazır olub, yumuşaq olmalıdır. Aylinkaya da verəcəm, datsın. Mən də gedim tarelçikalarımızı hazır edeyim, bizə də nuş olsun. Siz də oturub burada sparja verdim, nəsə çeynədi, tulladı. Gözdə qızım yedizdirirəm. Yoldaşımdan belə tarelçikalar elədim. Bir də mənim bu turpum. İndi bunun dadına baxacağıq. Dedim ona Sabira igruşki. Oyuncaqlarını yığır və gedirik yatmağa. Собирай игрушки, Алинка. Собирай игрушки. Alin də gedir indi yatmağa. Deməli qızlar, burada şorbadır, balıq şorbası, kartoşkan doğradım, kökü doğradım, balığı təmizlədim, heç bir sümük burada yoxdur. Bircə dərini saxladım, bilmirəm, mən belə xoşlayıram. Həm Alinka da yeyəcək bunu, hələ ki duz falan heç nə vurmuram. Və burada mix göyərtidir, bir də soğan vurdum.
Və ən sonda göyərtilər gedəcək. Qoy biraz burada qəşəng bişsin. Astaxot da qoyacağam. Yeni verdim yoldaşıma. Deməli burada kardamondum, çiyələk, burada çiyələk belə əzdim şəkərlə, biraz mixəkdir, limonun üzərində təptəzə nanə və darçın. Bir dənə nəyimiz çatışmır qızlar? Bir dənə nəyimiz çatışmır qızlar? Düzdür, qara çay. Bir dənə də elə bundan bir çaynik qəşəng çay düzəldəcəm ki, prəmoy buradan süzək. Bir də qara çay, qaynadılmış su. Və salam. Baxın necə ləzzətli görsənir. Hamısı bir-biri ilə, necə deyim, yola gedir elə bir ki, hamısı bir-biri üçündür elə bir ki, bir-birinə oxşar. Ləzzətli, meyvəli çay. Qara çayımı tökdüm. Sonra gedir darçın. Əslində fərqi yoxdur. Necə istəyirsiniz, eləyə bilərsiniz. Mən nanə dəlisiyəm. Ona görə nanə çox vururam. Kardamon. Sonra klubnika. Çilelek. Çilelek şeyi, əzməsi. Özüm uydurmuşam. Götürdüm, biraz şəkər qatdım. Üstə. Biraz açıq çay alınacaq, amma mən belə açıq xoşlayıram. Və salam. Çox ləzzətli görsənir. İndi bir dənə bunu biraz qarışdıraq. Kaşamalaşı alındı, amma ümidvaram ki, həm görünüşü gözəldir. Buradan gələn qoxunu sizə ötürə bilsəm, bundan bir hazırlayın, nuş edin. Biz də gedək çayımızı içək. Deməli, mətbəxim təmizdir. Bir neçə dənə qabım var. Buranı da biraz təmizliyə saldım. Burada simiçka qızdırıram. Biraz qara olsun, xoşuma gəlir. Və qızlar, bizim balıq şorbamız hazırdır. Çox gözəl qoxusu gəlir. İndi qoyacağım onu, soysun. Sonra atacağım. Xolodilnikdə qalsın. Və salam, mən sizinlə sağollaşıram. Gələn vloqlarda görüşənədək hələlik.